Salam hörmətli müəllimlər. Bu gün sizlərə yaxın zamanlarda təşkil ediləcək sertifikasiya imtahanında düşmə ehtimalı olan maddələr haqqında danışacağıq. Biz bilirik ki, sertifikasiya imtahanında metodika və pedaqogika üzrə 10 sual bizləri qarşılayır və bu 10 sualdan 5-i metodikaya, 4-ü pedaqoji və psixoloji yanaşmalara və bir sual isə təbii ki, hüquqi savadlılıq üzrə olacaq. Siz bir sualı kiçik saymayın, çünki 50 bal toplayan müəllimlərə də 10% artım təyin edildi. Bu da nəticə etibarilə 34, 35, 36 bal toplamış müəllimlərin artımı ilə eynidir. Təbii olaraq bizə maksimum nəticəni hədəflədiyimiz üçün hüquqi savadlılıq üzrə bizə veriləcək test tapşırığını da doğru tapmağa çalışacağıq. Hüquqi savadlılıq deyəndə əlbəttə ki, qanunvericilik nəzərdə tutulur. Bu mənada bizə təhsil haqqında qanundan, ümumi təhsil haqqında qanundan sualların düşməsi labüddür. Amma bütün maddələri öyrənməyə ehtiyac yoxdur. Sadəcə bəlli maddələr üzrə test tapşırıqları bizim qarşımıza çıxacaq. Bu maddələr hansılardır? Başlayaq təhsil haqqında qanundan. Təhsil haqqında qanundan bizə mütləq şəkildə düşmə ehtimalı olan maddələrdən biri 12-ci maddədir. Təhsil haqqında qanunun 12-ci maddəsi. Təhsil haqqında qanunun 12-ci maddəsi nədir? Təhsilin formalarından danışır. Misal üçün, təhsilin forması nə ola bilər? Yəni, istənilən halda sual beynimizdə yaranır da, düzdürmü? Misal üçün, bunu biz fiqurlarla eyniləşdirə bilərik. Hər bir fiqurun öz forması var. Bunlar bir-birindən ölçülərinə görə, həmçinin formalarına görə fərqlənirlər. Düzdür? Təhsilin formaları da eynilə bu qaydadadır. Təhsilin hansı formaları var? Biz bilirik ki, təhsilin formal, mən bunları qısa yazacağım, formal, qeyri-formal, həmçinin də sonuncu forması informal forması var. Bunlar testdə bizim qarşımıza necə çıxacaq? Təbii ki, bunların açıqlanması formasında düşəcək. Misal üçün, biz deyirik ki, formal təhsil nədir? Dövlət təhsil sənədi ilə yekunlaşan təhsil formasına biz deyirik formal təhsil forması. Misal üçün, bizə attestat verilir, diplom verilir, həmçinin də digər dövlət təhsil sənədləri də verilə bilər. Yaxşı, qeyri-formal təhsil formasıdır. Yəni, biz formal təhsil formasını, belə deyim, öyrəndik. İndi qeyri-formal təhsil forması nədir? Biz məşğələlərdə, dərnəklərdə, həmçinin repetitor yanında əldə etdiyimiz bilik bacarıqlara hansı formada öyrənirik? Təbii ki, qeyri-formal formada öyrənirik. Niyə görə? Misal üçün, ola bilər biz hər hansısa bir kompüter kursuna yazılaq və biz kompüter kursunu müvəffəqiyyətlə yekunlaşdıraq, sonra bizə sertifikat verilsin. Amma bu sertifikat həmin kurs səviyyəsində tanınır. Yəni, rəsmi olaraq dövlət təhsil sənədi sayılmır. Və yaxud da bir müəllim yanına biz hazırlığa gedək, həmin müəllim bizə çox yaxşı şəkildə biologiyanı öyrətsin, amma o bizə dövlət təhsil sənədi verə bilməz. Çünki bunun ona hüququ çatmır, aydındır. Yəni, biz müəllimlə hazırlaşırıq və bilik bacarıqlara sahiblenirik. Bu da təhsilin hansı forması sayılır? Qeyri-formal forması. Bəs yaxşı, informal forma nədir? Informal formanı belə deyim də mən sizə rahat formada izah edəcəm. Şəxsin özünün əldə etdiyi bilik bacarıqlardır. Misal üçün, sən kitab dəftərini açırsan, heç bir müəllimə, heç bir təhsil müəssisəsinə ehtiyac duymadan oxuyub öyrənirsən. Misal üçün, mən sizə misal göstərim. X bir həkimdir, tibb sahəsini bitirib də, düzdürmü? Amma çox yaxşı şeirlər bilir, çox yaxşı əsərlər oxuyub, düzdürmü? Belə həkimlərimiz var da bizim, düzdür? Və yaxud da ümumiyyətlə təhsili yoxdur, heç bir akademiyanı və yaxud da universiteti bitirməyib, X bir şəxsdir, çox yaxşı fəlsəfi fikirlər söyləyə bilir, çox yaxşı, belə deyim, psixoloji yanaşmaları var. Yəni, bu artıq həmin şəxsin özünün şəxsi mütaliəsi ilə əldə etdiyi bilik bacarıq sayılır və bu da təhsil forması olaraq informal təhsil forması sayılır. Yəni, 12-ci maddədən bunlardır, açıqlaması bunlardır və bunlar da testdə necə düşür, mən sizə izah edeyim. Testdə sual düşə bilər ki, dövlət təhsil sənədi ilə yekunlaşan təhsil forması hansıdır? Variantlar qoyulur orada A, B, C, C, D, Y və s. Düzdürmü? Biz onlardan hansını seçirik? Təbii ki, formal təhsil. Çünki formal təhsildə bizə dövlət təhsil sənədi verilir. Dövlət təhsil sənəddə qeyd etdiyim kimi attestatdır, diplomdur və digər dövlət təhsil sənədləridir. Eynilə qaydada qeyri-formala aid də özünə məxsus, yəni qeyri-formalın özünə məxsus formasında suallar düşür, informalda da eyni qaydada. Daha sonra bizə düşmə ehtimalı olan maddələrdən biri də, bir dəqiqə bunları
Təhsil haqqında qanunun 13-cü maddəsidir. 13-cü maddə nədir? Təhsil alma forması. Misal üçün, bu əlimdəki markeri biz gedərik mağazindən alarıq, düzdür, ödənişini eləyərək alarıq və yaxud da biz bunu sifariş verərək bizim evimizə gətirərlər. Mən sonunda nə edim? Yəni bunu aldım da, düzdürmü? Yəni gedib özüm də ala bilərəm və yaxud bunu sifariş də verə bilərəm. Amma məqsəd nə idi burada? Bunu almaq. Təhsil alma forması da eyni ilə bu qaydadadır. Təhsil alma formaları hansılardır? Misal üçün, əyani, qiyabi, daha sonra distant ola bilər, sərbəst ola bilər, eksternat ola bilər, evdə təhsil, fərdi təhsil, stasionar təhsil də ola bilər. Amma siz burada sərbəst təhsillə eksternat təhsili qarışdırmayın. Bunlar fərqli məsələlərdir. Çox zaman mənim qarşıma çıxır. Bəzi müəllimlərimiz var ki, bunları eyni bilir, yəni eyni olduğunu söyləyirlər, amma təbii ki, bunlar fərqli yanaşmalardır. Misal üçün, təsəvvürlə düz xətt çəkilib A nöqtəsində sərbəst təhsil alma formasıdır, B nöqtəsində də eksternatdır. Yəni bunlar fərqli anlayışlardır. Misal sərbəst təhsil nədir? Bir şəxsin, yəni təbii ki, burada potensial məsələsi vardır. Yəni bilik səviyyəsi önəmlidir. Misal üçün 3-cü sinif şagirdi, amma onun bilik səviyyəsi 5-ci sinif şagirdinin eynidir və yaxud ola bilər ki, 6-cı sinif şagirdinin eynidir. Yəni bir səviyyə, 2 səviyyə irəliyə getməsidir bir şagirdi. Ola bilər ki, televizorda və ya sosial şəbəkələrdə sizlərin də qarşısına çıxıb 16 yaşında orta məktəbi bitirir şəxs, ali məktəbə qəbul olur. Yəni mənim şəxsən rastıma çıxıb belə şəxs, mən təhsil aldığım müddət ərzində ali təhsildən söhbət gedir. Belə şəxslərlə mən rastlaşmışam. 16-17 yaşı var idi. 16 daha doğrusu yaşı var idi. O mənimlə, belə deyim, mən 18 yaşımda qəbul olmuşam da universitetə. O şəxs məndən 2 yaş balaca idi. Amma ali təhsil müəssisəsində təhsil alırdı. Birinci kurs tələbəsi idi. Yəni, burada sərbəst təhsil dediyim kimi 1 səviyyə, 2 səviyyə irəliyə getməkdir. Təbii ki, potensial etibarilə bunda necə ölçə bilərlər? Müvafiq attestasiya komissiyasının rəyinə əsasən. Aydındır. Niyə görə səviyyə dedim? İndi 17-ci maddədə mən bunu rahat formada sizə izah edəcəm. Çünki 3-cü sinif şagirdi ibtidai təhsil səviyyəsi alır. Aydındır. Amma 5-ci, 6-cı sinif isə burada belə deyim də ümumi orta təhsil səviyyəsi sayılır. Aydındır. Eyni pillədir, söz yox. Amma səviyyə olaraq fərqlidir bunlar. Bunları diqqətdə saxlamağınız məsləhətlidir. Yəni, eksternat təhsil isə bir şəxsin hər hansısa bir səbəbdən təhsildən uzaqlaşmasıdır və sonda yenidən o gəlir, eksternat qaydada imtahan verir və dövlət təhsil sənədini alır. Əyali təhsil, qiyabi təhsil, distant və evə təhsil, daha sonra fərdi təhsil, stasionar təhsil isə bunların müəlliməki izahına vaxt itirmək istəmirəm. Mən sizə digər maddələri izah edəcəm də, videonu kiçik çəkmək istəyirəm də, yəni aydındır. Onlar da o formada düşür. Daha sonra bir şey də var təhsil alma formasında, zəruri hallar yarananda müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanının tərəfindən yeni təhsil alma forması da tətbiq edilə bilər. Yəni 13-cü maddədən, yəni bu formadadır təhsil alma formaları. Sual etibarilə düşə bilər ki, gündəlik məşğələlərdə iştirak etmək hansı təhsil alma formasına aiddir? Təbii ki, biz burada nəyi seçirik? Əyani təhsil alma formasını. Aydındır. Yəni bu tipli suallar düşür ən çox. Yəni bu həm direktorların işə qəbulunda, direktor müavinlərinin işə qəbulunda, yəni düşən maddələrdən hesab olunur. Ən çox belə deyim sizə bu maddələr üzrə imtahana suallar düşür. İndi isə sertifikasiya imtahanında da bu tipli sualların düşməsi əslində sevindirici haldır. Çünki mən müəllimlər tanıyıram ki, onların doğrudan da əmək məcəlləsi üzrə, yəni əmək qanunvericiliyi üzrə hüquqlarını bilmirlər. Yəni, bilirik ki, əmək məcəlləsinin 9-cu maddəsində də hər bir işçinin əmək müqaviləsi üzrə hüquqları var. Amma təəssüflər olsun ki, bəzi müəllimlərimiz var ki, bunları bilmir. Amma mütaliə etsələr təbii ki, yaxşı olur. Daha sonra bizə imtahanda düşmə ehtimalı olan maddələrdən biri də, yəni təhsil haqqında qanunun 17-ci maddədir. 17-ci maddə. 17-ci maddə təhsilin pillələri və təhsilin səviyyələrindən danışır. Yəni, bunu necə biz öyrənə bilərik? Mən sizə belirliyində praktik öyrənək də. Təsəvvürlə bir kitabdır. Bir kitabın nə olur? Bölməsi olur, fəsli olur, düzdür. Və hər fəslində özünə məxsus paragrafları olur, düzdür. Burada bizə fəsil bölmə deyirik. Bu təhsilin pilləsi kimi hesablayaq. Misal üçün, fəsil yazaq da, bura düzdür. Mən markerim ki, yazdım. Fəsil yazdı, düzdür. Bu dəqiqə market verişim.
Misal üçün biz deyirik ki, təhsilin pilləsi, səviyyəsi deyirik. Bu kitabın da nəyə olur? Fəsli paragraf olur, düzdür? Misal üçün biz burada fəsli götürürük nəylə? Fəsil yazırıq, kitabın fəslidir. Bunu eyniləşdiririk nəylə? Təhsilin pilləsinə, TP. Düzdür, təhsilin pilləsi deyirik də. Bu fəsildə nə olur dedik? Təhsilin pilləsi. Yəni bunu eyniləşdirir. Hər fəslin də nəyi olur? Təbii ki, paragraflar olur, düzdür? Paragraf. İndi mən bunu belə yazdım da. Və bu paragrafda nədir? Təhsil pilləsinin səviyyəsidir. Aydındır? Təhsil pilləsinin səviyyəsi ilə eyniləşdirdik. Yəni, belə deyim də, başlıqdır və o başlıqların da alt kateqoriyaları, alt səviyyələrindən söhbət gedir. Yaxşı, təhsil pillələri hansılardır? Biz bilirik ki, təhsil pillələri, bir neçə təhsil pilləsi var. Mən bunları silin. Təhsil pilləsi olaraq gedir məktəbə qədər təhsil pilləsi. Məktəbdən qısa yazıram, məktəbə qədər təhsil pilləsi. Aydındır. Daha sonra hansı var? Ümumi təhsil pilləsi. Daha sonra peşə təhsili pilləsi, PTP. Orta ixtisas təhsil pilləsi. Sonra isə ali təhsil pilləsi. Yəni, bunların da özünə məxsus səviyyələri var. Misal üçün, başlayırıq ki, məktəbə qədər təhsil pilləsinə. Məktəbə qədər təhsil pilləsinin bir qayda olaraq səviyyəsi yoxdur. Yəni, bu səviyyələrə bölünmür. Aydındır. Bunun qarşısına yazırıq 0. Ola bilər sizə sual düşsün ki, məktəbə qədər aşağıdakı variantlardan hansı məktəbə qədər təhsil pilləsinə aiddir? Variantlar yazıb və Y variantı yazıb ki, heç biri. Siz orada heç birini seçirsiniz. Çünki məktəbə qədər təhsil pilləsində səviyyələrə bölünmür. Ümumi təhsil pilləsi. Ümumi təhsil pilləsi, məktəbə hazırlıq qrupları və ümumi təhsil müəssisələrində təşkil olunur. Amma ümumi təhsil pilləsinin var hansı səviyyələri? İbtidai səviyyəsi, ümumi orta təhsil səviyyəsi, UOT, daha sonra isə tam orta təhsil səviyyəsi, S qoyaq da bunlara. S yəni səviyyəli, P-dəki pillədir. Yaxşı, burada nə cürünə sual düşə bilər? Sual düşə bilər ki, hansı təhsil səviyyəsinin, yəni hansı təhsil pilləsinin hansı səviyyəsində bizə dövlət təhsil sənədi verilmir? Biz burada təbii ki, cavab variantları içindən ibtidai təhsil səviyyəsini seçəcəyik. Yəni, ibtidai təhsil səviyyəsində bizə dövlət təhsil sənədi verilmir. Aydındır? Bunu yadda saxlayın. Peşə təhsil səviyyəsi isə ilk peşə təhsil səviyyəsi, texniki peşə təhsil səviyyəsi və yüksək texniki peşə təhsil səviyyəsi olmaqla bölünür. Daha sonra orta ixtisas təhsil pilləsində isə belə deyim mən sizə, bunun da məktəbə qədər təhsil pilləsi kimi heç bir səviyyəsi yoxdur. Yəni, səviyyələrə bölünmür. Biz burada 3 yazırıq, burada isə 0 yazırıq. Çünki burada, belə deyim mən sizə, səviyyələrə bölünmür. Məktəbə qədər təhsil pilləsi kimi. Misal üçün, burada bir dənə sual düşə bilər ki, sizə hansı təhsil pilləsində cavab variantları verir orada. Səviyyələrə bölünmür. Burada biz məktəbə qədər təhsil pilləsini, daha sonra orta ixtisas təhsil pilləsini götürməliyik və yaxud bunları ayrı-ayrı formada da verə bilər. Misal üçün, az öncə qeyd elədim, hansı cavab variantlarından hansında məktəbə qədər təhsil pilləsinin səviyyələri göstərib. Təbii ki, orada heç birini yazırıq. Orta ixtisas təhsil pilləsində də heç bir variantı olacaq. Təbii ki, onu qeyd edirik və sıra. Yaxşı, ali təhsil pilləsində. Ali təhsil pilləsində özü də 3 səviyyəyə bölünür. Bakalavırdır, magistraturadır, doktoranturadır. Bakalavr, yəni bildiyimiz 4 il və yaxud 6 il ola bilər tip təhsili ilə bağlı. Magistratura nədir? Bax, magistratura təhsil səviyyəsi ilə, bax, master yazıldı M. Düzdür, magistratura təhsil səviyyəsi ilə rezidentura təhsil səviyyəsi eynidir. Sadəcə bunların fərqi nədir? İxtisas fərqləri var. Biri tibbə aiddir, biri isə ümumi ixtisaslara aiddir. Aydındır. Daha sonra doktorantura təhsil səviyyəsi. Doktorantura təhsil səviyyəsi ali təhsil səviyyəsinin ən yüksək səviyyəsi sayılır. Amma eyni zamanda da doktorantura təhsil səviyyəsinə bərabərdir hansı təhsil səviyyəsi? Təbii ki, adjunktura. İndi mən qısa yazıram da. Adjunktura da hərbi ixtisaslarla bağlıdır. Misal üçün, hərbi hissə komandiri ola bilər, korpus komandiri ola bilər. Təbii ki, o vəzifələri tutmaq üçün də müəyyən qədər savadın olmalıdır. Bu, yəni yenə deyirəm, hərbi ixtisaslarla bağlıdır.
Yəni bir qayda olaraq yadda saxlamalısınız burada. Bu biraz qarışıq mövzu kimi görünə bilər, amma çox rahat primitiv mövzudur. Sizə sual ən çox düşə bilər, yəni deyirəm. Yadda saxlayın, ümumiyyətlə sualları qoyaq qırağa. Yadda saxlayın, məktəbə qədər təhsil pilləsində bizə dövlət təhsil sənədi verilmir. Bir də ibtidai təhsil səviyyəsində, yəni ümumi təhsil pilləsinin ibtidai səviyyəsində bizə dövlət təhsil sənədi verilmir. Eyni zamanda yadda saxlayırsınız ki, məktəbə qədər təhsil pilləsi və orta ixtisas təhsil pilləsi də səviyyələrə bölünmür. Ən çox buradan suallar düşür. Eyniyyət olaraq da ki, bizə sual düşə bilər ki, magistratura təhsil səviyyəsinə hansı təhsil səviyyəsi bərabərdir? Burada biz götürürük rezidentura. Eyni ilə doktorantura ilə bərabərdir adjunktura. Sadəcə bunların fərqi bir daha izah edirəm ki, ixtisaslardır. İxtisaslara görə bunların fərqləri var. Videonu qısa çəkməyə çalışacağam. İndi növbəti dərsimizdə əlbəttə ki, ümumi təhsil haqqında qanundan hansı maddələr düşəcək, onun haqqında olacaq. Yəni deyirəm, hansı maddələr oxuyuruq, yadda saxlayırıq. Təhsil haqqında qanunun 12-ci maddəsi, 13-cü maddəsi, bir də indi danışdığım 17-ci maddəsi. Bunlar çox vacib olan maddələrdir. Bunlar hüquqi savadlılıq üzrə, bu maddələrdə hüquqi savadlılıq üzrə bizlərə test tapşırığı veriləcək. Ümumən isə imtahanlara ümumiyyətlə həyəcanlanma ehtiyac yoxdur. Bilirəm, istənilən halda hər birimiz həyəcanlanırıq imtahanda. Amma yenə də biz biləndən sonra, yəni heç bir test, heç bir imtahan bizim qarşımıza ala bilməz. Yetər ki, biz bilək, öyrənək və öyrədək. Öyrənməyin də ən rahat forması öyrədərək öyrənməkdir. Bu daha çox effektiv olur. Hər birinizə sertifikasiya imtahanında uğurlar arzulayıram. Düşünürəm ki, bu sertifikasiya imtahanı sizlər üçün çətin olmayacaq. Çünki artıq bizim digər yoldaşlarımız var ki, sertifikasiya imtahanında iştirak ediblər, onlar uğur qazanıblar. Həqiqətən də həmin şəxslərlə biz fəxr edirik. Onlar bizim gələcəyimizi müəyyənləşdirən şəxslərdir. Onlar bizim övladlarımıza savad verir, təhsil verir. Ümumiyyətlə, biz müəllimlərimizin belə deyim də, qədrini bilməliyik. Hər vəzifədə onların belə deyim də, zərbə vurmağa ehtiyac yoxdur. Təbii ki, söhbət həqiqi müəllimdən gedir. Elə müəllim ola bilər ki, bilikli, bacarıqlı, savadlı müəllimdir. Amma sinif otağında şagirdə nəsə öyrətməyə belə deyim də, ərinir. Söhbət həmin müəllimlərdən getmir. Ümumiyyətlə, cəfakeş müəllimlərimizə həqiqətən də sonsuz təşəkkürlərimi bildirirəm. Bugün mən əgər lövhə qarşısında nəyisə izah etməyə çalışıramsa, təbii ki, bunun memarı kimdir? Müəllimdir. Hər bir müəllimə bu imtahanda uğurlar arzulayıram. Sağ olun, minnətdarım.